Hər məhsul bir funksiyanı yerinə yetirmir, bir görüntü vermir. Bir məhsuldan 4, 5 və yaxud da 10 cür effekt almaq olar. Fasada dair burada travertin materialı var, rokoko travertin. Burada özəlliyi nədir? Məsəl üçün, aval binadır, avaldır da, yəni yumru konseptdədir, memarlığı. Bunun üzərinə tətbiq eləyə biləcəksiniz. Çünki aval traversini tapa bilməyəcəksiniz. Bu həm interyer üçündür, həm eksteryer üçündür və burada özəlliyi nədir? Siz burada piltələrin ölçülərini istəyinizə görə tənzimləyib sifariş verə bilərsiniz ki, və yaxud da deyə bilərsiniz ki, mən piltələrin bölünməsini istəmirəm. Elə bir interyerlər var ki, orada divar boyası tamamilə bitmədən davam eləməlidir və stiklar olmalı deyil. Bunu siz divar kağızından ala bilmirsiniz və müəyyən boyalar var ki, ala bilmirsiniz. Bunu rahat şəkildə bütün perimetr üzrə vura bilərsiniz və birləşmə xəttləri olmayacaq. Fikir versəz, bu tərəfdə paslanma başqa cür gedibdir, o tərəfdə başqa cür. Yəni, bunun kontrolü yoxdur. Bu sadəcə olaraq nə edir? Burada proses təbii korroziyanın illər lazımdır. Bunu hardasa 68 saata falan siz ala bilirsiniz bu nəticəni. Və burada minerallar var, hansı ki siz hərəkətə gəldikcə bu canlı görsənir. Yəni buradakı materialların çoxsu siz hərəkət etdikcə onlar da hərəkət edir və divar daha canlı olur.